Uzun sualın həllinə baxaq. Deməli, impulsun proyeksiyasının zamandan asılılıq qrafiki verilib. Bizdən yer dəyişməni hesablamağı soruşur. Bilirik ki, P bərabərdir MV-dir. Biz V-ni tapırıq, P bölünsün M və P-nin qrafikdə verilmiş qiymətlərini M-ə bölərək V-x'in T-dən asılılıq qrafikini qururuq. Qrafik şəkildə gördüyümüz kimi alınır. V-x'in T-dən asılılıq grafikində qrafikin zaman oxundan əmələ gətirdiyi fiqurun sahəsi bizə verəcək yer dəyişməni. İndi mən ayrı-ayrı zaman aralıqlarındakı yer dəyişmələri hesablayıram. Deməli, ilk 5 saniyə ərzində yer dəyişmənin proyeksiyasını hesablasaq, 1. Bu üçbucağın sahəsi olur 5 vurulsun 5 bölünsün 2. Üstəgəl bu düzbucaqlının sahəsi 5 vurulsun 5. Deməli, bu eləyir 37,5 metr. Sonraki 5 saniyə ərzində, yəni 5-ci və 10-cu saniyələr arasındakı zaman ərzində yer dəyişmənin proyeksiyasını hesablasaq, 5 vurulsun 5 edir 25 metr. 10-cu və 15-ci saniyə zaman ərzində yer dəyişmənin proyeksiyasını hesablasaq, deməli 5 üstəgəlsin -5 bölünsün 2 vurulsun 5 bərabərdir 0 olur. Ümumi yer dəyişməni tapanda ayrı-ayrı zaman aralıqlarında hesabladığımız yer dəyişmələri cəmləyirik. Bu da bərabərdir 37,5 üstəgəlsin 25 üstəgəlsin 0 62,5 metr olacaq.